Uşaqlar, bugün mən sizə atomun tərkibi test toplusu sualların izahını verəcəm. İzahları verməmişdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm ki, sentyabrın 1-dən artıq bizim hazırlıqlarımız başlayır. Belə ki, hazırlıqlarımıza qoşulmaq istəyən uşaqlar varsa, 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Deməli, gəlin birinci suala baxaq. Deyir ki, hansı atomun nüvəsində neйтronların sayı daha çoxdur? Biz bilirik ki, neйтron A yerdən proton çıxıldıqda hesablanır. Baxın, oksigen üçün neйтron tapmaq istəsək, 16-dan 8 çıxırıq, alınır 8. Natrium üçün 23-dən 11 çıxılır, olur 12. Hidrogen üçün 3-dən 1 çıxırsız, olacaq 2. Xlor üçün 37-dən 17 çıxıldıqda olur 20. Alüminium üçün isə 27-dən 10 çıxanda olur 14. Neйтron isə daha çox olan olacaq D bəndi. İkinci sualda deyir ki, hansı atomun nüvəsində neйтron yoxdur? Kalium elementi üçün 39-dan 19 çıxırsız. Neйтron olur 20. B variantında karbon elementi üçün 12-dən 6 çıxırsız, olur 6. Burada olur 16. 16-dan 8 çıxırsız, 8. Birdən də 1 çıxanda olur 0. Deməli, cavab olur 2-də Y bəndi. Üçüncü sualda deyir ki, bu atomun nüvəsində neçə neйтron var? 18-dən 8 çıxırsız, olur 10. Sonra alüminium verib, deyir ki, A yeri 27-dir, protondakı 13-dür. Uşaqlar, A yer bilirik ki, sol yuxarı küncündə, proton isə sol aşağı küncündə yerləşir. Proton deməli 13-dür, A yer 27-dir. Bizdən nəyi soruşur? Protonu soruşur. Deməli, proton 13. Neytronu soruşur. Neytron biz bildik ki, A yerdən proton çıxılır. Yəni, 27-dən 13-ün çıxacaqsız olacaq neytron 14. Elektron da ki, burada iyonun yükü mənə müsbət və yaxud da mənfi verilməyib. Yəni, bu sıfır haldadır. Neytral halda da biz bilirik ki, protonla elektron bir-birinə bərabər olur. Deməli, elektron da olacaq 13. Ona görə 4-də olur, D bəndi. 5-ci suala baxaq. 5-ci sualda deyir ki, atom nüvəsinin yükü hansı hissəciklərin hesabına yaranır? Atom nüvəsi müsbət olduğu üçün o proton hissəciklərin hesabına yaranır. 5-də olur C bəndi. İndi gəlin 6-cı suala baxaq. 6-cı sualda bizə deyir ki, 2 qram kükürddə neçə elektron var? 2 qram kükürddə bilmirəm neçə elektron var. Deyirəm ki, X elektron. İndi baxın, kükürd verilib. A yeri 32, protondakı 16. İndi 32 qram kükürddə neçə elektron var? İyonun yükdəki 0-dır, neytral haldadır. Onda biz bilirik ki, proton 16-dırsa, elektron da 16 olur. 32 qramda 16. Və bunu Avogadro, baxın, bizdə görürsünüz, 10-24, 10-23 şəklində yazıb. Yəni, bunu belə yazacaqsınız. 16 vurulsun, altdan %2 vurulsun, 10 üstündə 23 şəklində. Və burada ixtisarlar apardığımızda x bərabər olmuş olacaq. 2 ilə 32 ixtisar getdi. Burada 1, burada 16. 16'lar da getdi. Elə altdan %2 vurulsun, 10 üstündə 23 oldu. Yəni, cavab olur 6-da Y bəndi. Sonra gəlin baxaq 7-ci suala. 7-ci sualda da yenə eyni tip məsələdir. Sadəcə burada bizə neytron soruşur. Deyir ki, 6 qram tritiumda neçə neytron var? Baxın, bizə verib hidrogen 1-3 izotopu. Biz bilirik ki, hidrogen 1-1 olduqda protium, hidrogen 1-2 olduqda tritium, hidrogen 1-3 daha doğrusu hidrogen 1-2 olduqda deuterium, hidrogen 1-3 olduqda isə tritiumdur. İndi 6 qram tritiumda neçə neytron var bilmirəm. Deyirəm X. İndi hidrogen 1-3 izotopunda neçə neytron görürsünüz? 3-dən 1 çıxanda olur 2. Neçə qramdır bəs? 3 qramdır. Yazırsınız ki, 3 qramında 2 vurulsun, altdan %2 vurulsun, 10 üstündə 23. Və buradan da x, yəni ixtisarlar gedir. 6 ilə 3 ixtisar gedir 3-ə. Burada 2, burada 1. X tapırsınız ki, 4 vurulsun, altdan %2 vurulsun, 10 üstündə 23. Bu da ki, ya 24 tam %8 vurulsun, 10 üstündə 23 olacaq. Və yaxud da ki, 2 tam 408 vurulsun, 10 üstündə 24. Belə bir variantdakı C bəndidir. 8-ci sualda deyir ki, kalsium atomunun nüvəsində neçə neytron var? A yerdən protonu çıxırsınız. 40-dan 20 çıxırsınız, olur 20. 9-cu sualda deyir ki, hansı atomlar bir-birinin izotopudur? Biz bilirik ki, izotop protonların sayı eyni olan elementlərə deyilir. Baxın, A variantında X-in protonu 19, Y üçün 20 verib. Ona görə bunlar izotop deyil. B variantında X-in qiymətini verib 19, Y üçün də verib 18, bu da deyil. C variantında 24, 26 deyil. 20, 18 deyil, amma hər ikisi 17 olan Y variantıdır ki, bunlar bir-birlərinin izotopdur. 10-cu suala baxaq. 10-cu sualda bizə verib ki, natriumdur. 23 və 11. 23 ayrıdır, protondakı 11-dir. Deyir, burada elektron və neytronların sayı müəyyən edilir. Neytron biz bilirik ki, A yerdən proton çıxılır. Yəni, 23-dən çıxacaqsız 11-i. Neytron oldu 12. İyonun yüküdəki uşaqlar neytral haldadır da 0-dır.
Onda biz də bilirik ki, 0 halda olanda proton elektron bir-birinə bərabərdir. Əgər bunun protonu 11-dirsə, elektrondakı 11 olacaq. İndi bizə deyir ki, elektron və neytron. Neytron 12, elektrondakı 11. Bu da olur Y bəndi. İndi 11-ci suala baxaq. Deyir, elementlər verilib, X elementi, Y, Z və T elementləri verilib. Neytronların sayı və atom kütlələri qeyd olunub. Deyir, izotopları müəyyən edin. İzotop nə idi? Yəni, protonların sayı eyni olan elementlər izotopdur. Yəni, X elementinin deyir ki, neytron sayı 10-dur, atom kütlə ədədi isə 19-dur. Atom kütlə ədədi, yəni ayır. Bu deyir 19-dur. Onda X elementinin protonu necə olacaq? Baxın, deyirəm ki, neytron bərabərdir, ayır çıxılsın proton. İndi buradan proton tapmaq istəsək, biz ayırdan neytronu çıxacaq. Yəni, 19-dan 10 çıxırsız olur, X elementinin protonu 9. Y elementinin neytron sayı 8-dir, atom kütlə ədədi də 16-dır. Deməli, bunun da protonu 16-dan 8 çıxacaqsız, olacaq 8. Deməli, X üçün proton 9, Y üçün 8, Z üçün. Deməli, neytron sayı verib 6, kütlə ədədində verib ki, 12-dir. Deməli, burada da proton 12-dən 6 çıxacaqsız, olacaq 6. T üçün də deyirik ki, neytron sayı 7-dir, yəni atom kütlə ədədi 13-dür. Deməli, protondakı 13-dən 7 çıxanda bu da olacaq 6. Və izotop deyəndə mən də dedim ki, protonları sayı eyni olan kimyəvi elementlər nəzərdə tutulur. Deməli, bu Z ilə T-dir. Çünki hər ikisinin protonu 6-dır. 12-ci suala baxaq. 12-ci sualda deyir ki, nisbi atom kütləsi 23 olan X elementi. X elementinin deməli ayırı 23-dür. Deyir, bunun nüvəsində 12 neytron olduğunu bilərək. Neytron 12-dir. Bu elementin sıra nömrəsini müəyyən eləyin. Sıra nömrəsi proton. Biz bilirik ki, proton necə tapılır? Ayırdan neytron çıxılır. Yəni, 23-dən 12 çıxacaqsız, olacaq 11. 13-cü sualda deyir ki, nisbi atom kütləsi 52 olan X elementinin deyir, nüvəsində 24 proton olduğunu bilərək, bu elementin neytron tapın. Neytron bərabərdir. 52-dən 24 çıxacaqsız. O da olacaq 28. 14-cü sualda deyir ki, ən sadə elektron quruluşuna malik olan atom hidrogendir. Hansı atomlarda eyni sayda neytron var? Karbon üçün 12-dən 6 çıxırsız 6, natrium üçün 23-dən 11 çıxırsız 12, maqnezium üçün də 24-dən 12 çıxanda 12, silisiumda da 28-dən 14 çıxanda 14. Eyni sayda deməli, neytron olan 2 ilə 3 olacaq. Bu da olur 15-də D bəndi. 16-cı suala baxaq. 16-cı sualda bizə deyir ki, hissəcik verilib X, Y və Z. X-in deməli proton sayı 16, elektron daha doğrusu proton sayın 17, elektron sayı isə verib 18, Y üçün 19, elektron sayı da 19, Z-in də proton sayı 20 verib, elektron sayını da verib 18. Və buradan bizə deyir ki, hansı anion, hansı kation, hansı da neytral haldadır. Baxın, dedim ki sizə, əgər ki ionun yükü mənfidirsə, o zaman toplanılır, əgər ionun yükü müsbətdirsə, o zaman çıxılır. Bu 17-dən 18-ə gəlib, yəni 1 vaid artıb. Deməli, burada ionun yükü mənfi 1 imiş ki, 17 üzərinə 1 gəlib, olub 18. 19 deməli, bu neytral haldadır, çünki hər ikisi eynidir. Neytral halda olanda proton, elektron bir-birinə bərabər olur. İndi 20-dən 18-ə görürsünüz ki, 2 vaid azalma var. Deməli, bu ionun yükü 2 müsbət imiş ki, 20-dən 2 çıxılıb, olub 18. Deməli, mənfi olduqda biz bilirik ki, aniondur, 0 olduqda neytraldır və müsbət olduqda kationdur. Deməli, X anion, Y neytral, Z də kation. 17-ci sualda deyir ki, X hissəciyində 3 proton və 2 elektron varsa, deyir, X-in yükünü müəyyən edin. 3-dən 2-yə gəlib azalma var. Deməli, bu müsbət 1 imiş ionun yükü. Cavab olur B variantı. 18-ci sualda X verib, yəni X elementi verib, protonu 20 verib, ionun yüküdəki 2 müsbətdir. Deyir, burada proton və elektronları müqayisə edin. Protonu 20-dir, elektrondakı 20-dən 2 çıxacaqsız, olacaq 18. Protonu 20, elektrondakı 18 olan A bəndi. 19-cu sualda deyir ki, kalsium 0-dan gəlib, kalsium 2 müsbətə. Deyir, bu sxemi üçün nə doğru deyil? Kalsiumun sıra nömrəsi 20-dir. Buradan da kalsium elektronu, əgər neytraldırsa, protonla elektron bir-birinə bərabər olur dedi. Ona görə elektron 20-dir. Yox, əgər ionun yükü 2 müsbət qeyd olunubsa, onda 20-dən çıxacaqsız 2. Çünki dedimdə müsbətdirsə əks olaraq çıxılır. Bu da olur 18. İndi nə doğru deyil? İndi bizə deyir ki, A variantı elektronların sayı artır. 20-dən 18-ə gəlib. Sizcə artıb yoxsa azalıb? Təbii ki də azalıb. Deməli, elə yanlış A variantıdır. Elektron sayı azalır, düzdür. Proton sayı dəyişmir. Bəli, hər ikisində proton 20-dir, dəyişməyib. Neytron sayı dəyişmir. Kalsium biz bilirik ki, ayırı 40-dır. Neytron tapmaq istəsək 0 halında. 40-dan 20 çıxacaqsınız, yenə 20 olacaq. Burada da 2 müsbət halındadır. Yenə neytron tapmaq istəsək 40-dan 20 çıxanda yenə 20 olur. Yəni bu da dəyişmir.
Sıra nömrəsi də dəyişmir. Biz bilirik ki, sıra nömrəsi proton eyni anlaşdı və hər ikisində 20-dir deyə bu da dəyişmir. Doğrudur. İndi 20-ci suala baxaq. 20-ci sualda bizə deyir ki, hansı halda iyonlarda elektronların sayı fərqlidir? A variantında uşaqlar görürsünüz ki, kalium verilib və xlor elementləri verilib. Kalium müsbət, A variantında 19, burada xlor mənfi. Bizə deyir fərqlidir. A variantında, indi biz kalium müsbət olanda biz bilirik ki, çıxacaq. 1 var çıxacaq. Olacaq bura 18, mənfi onu toplanır. Bu da olur 18. Hər ikisi eynidir. Deməli, bizə fərqli olanı istəyir deyə A variantını götürmürük. B variantında natriumdur. 11, bura yazıb müsbət, bir də flor verib 9, mənfi. 11-dən 1 çıxacaqsınız, bura olacaq 10, 9-un üzərinə 1 gələcəksiniz, bu da olacaq 10. C variantında maqnezium 12, 2 müsbət və alüminium 13, 3 müsbət. 12-dən 2 çıxırsınız 10, 13-dən 3 çıxırsınız 10. Yenə eynidir. D variantında kalsium 22 müsbət, xlordakı 17 verib və mənfi. Burada 18 olacaq. 20-dən 2 çıxırsınız 18. Burada da 17-nin üzərinə 1 gəlirsiniz 18. Amma Y variantında kalium 19-dan 1 çıxacaqsınız 18. Maqnezium üçün isə 12-dən 2 çıxacaqsınız 10. Fərqli olan olur Y variantında. Gəlin 21-ci suala baxaq. 21-ci sualda bizə verib, natrium elementi verib. A yeri 23-dür. Protonu 11-dir. Burada müsbət qeyd olunub. Bir də flor elementi verilib. Bunda A yeri 19. Protonu 9. Burada mənfi qeyd olunub. Deyir, elektronların sayı eynidir. Deyir, nə doğrudur? Burada elektron sayı uşaqlar 11-dən 1 çıxırsınız 10-dur. Burada da elektronun sayı 9-dan 1 gəlirsiniz. Bu da 10-dur. Doğru olur A bəndi. Protonların sayı eynidir. Xeyr. Natriumun protonu 11. Florun protonu isə 9-dur. Yəni bu yanlışdır. Neutron sayı eynidir. Xeyr. Çünki natriumda 23-dən 11 çıxanda 12-dir. Florda 19-dan 9 çıxanda 10-dur. Yəni bu da səhvdir. Sonra deyir ki, elektron və protonların cəmi eynidir. Natrium üçün proton deyirik ki 11-dir, elektrondakı 10-dur. Bu ikisinin cəmi olur 21. Flor üçün də proton 9-dur, elektrondakı 10-dur. Bu ikisinin cəmi olur 19. Yəni eyni deyil. Nisbi atom kütlələri eynidir. Xeyr, natrium üçün 23-dür, flor üçün də 19-dur. Deməli, indi gəlin baxaq 22-ci sualı. 22-ci sualda da yenə eyni şəkildə hansı ifadə doğrudur deyir. Yalnız protonların sayı eynidir. 19, 20 yanlışdır. Elektronların sayı eynidir. 19-dan 1 çıxanda olur 18, 20-dən 2 çıxanda olur 18. Doğru olan olur. Bizə doğrunu soruşur. Yalnız deyir, elektronlar sayı eynidir. Yalnız yox uşaqlar. Elektronlar sayı eynidir, düzdür. Amma yalnız dediyinə görə bu variantda səhv olur. Çünki burada həm elektronların, həm də neytronların sayı eynidir. Çünki kalium üçün biz neytrona baxsaq, 39-dan 19 çıxanda 20-dir. Kalsium üçün də neytrona baxsaq, 40-dan 20 çıxanda o da 20-dir. Deməli, həm elektronların, həm də neytronların sayı eynidir olan 22-də olur Y bəndi. 23-cü suala baxaq. Deyir, hansı ifadələr atom anlayışına aiddir? Atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəcikdir, doğrudur. Atom maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir, yanlışdır. Molekul maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcik olmalıydı. 3-də deyir ki, atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektron-neytral hissəcikdir, bu da doğrudur. Deməli, 1-dən 3. 24-də deməli deyir ki, hansı ifadə molekul anlayışına aiddir? Molekul maddənin kimyəvi yolu yox, atom. Molekul maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir, doğrudur. Molekul müsbət yüklü nüvədən və mənfi yüklü elektrondan yox, atom olmalıydı. Doğrudur, yalnız 2. Sonra gəlin baxaq 25-ci suala. 25-ci sualda bizə deməli verilib ki, x0 hissəcik verilib, xa hissəcik verilib və xc. Deyir, bu hissəciklərinin radiuslarının artma sırasını müəyyən edin. x0, xa və xc. x0 üçün baxın, protonun sayı B qeyd olunub. x0 üçün yox, daha doğrusu xa üçün protonun sayı B qeyd olunub və elektron sayı B-2 qeyd olunub. xa üçün proton sayı B qeyd olunub. Elektron sayıdakı B-2. Deməli, bu A-nın yükü müsbət 2 imiş ki, deməli, elektron sayı azalır. 0 halında fikir verin, neutronla proton deyirəm, elektronla proton bir-birlərinə bərabərdir. x0 üçün proton da B-dir, elektron da B-dir. Və xc üçün də baxsanız görəcəksiniz ki, burada protonun sayı B-dir, elektronun sayısı B+2-dir. Deməli, burada C-nin yükü necəymiş? -2 imiş. Bunu qeyd elədik. İndi deyir ki, bu radiusların artma sırası istiqamətində. Birinci xa, sonra x0, sonra xc. Ona görə olur 25-də C bəndi.
Ümumiyyətlə radiusun artma sırasını belə diqqətdə saxlaya bilərsiniz. Elektronun azdan çoxa doğru getməsi artma sırası, yəni elektronla əlaqəli bir şeydir. Məsələn, deyək ki, B-yə bir 10 desək, bu 0 halında da elektronun sayı olacaq 10. Amma A halında olduqda hissəcik olacaq 10 çıxılsın 2, 8. C halında da olacaq 10 plus 2, 12. İndi bizə də deyir ki, radiusun artma sırası. Deməli, biz bunu necə baxacaq? Elektronların artma sırası istiqamətində. Birinci 8, sonra 10, sonra 12. Yəni, birinci XA, sonra X0, sonra XC. 26-cı suala baxaq. Deyir ki, müsbət yüklü iyonda deməli, proton, neytron və elektronlar sayı arasında hansı asıllıq həmişə doğrudur? Müsbət yüklü, deməli, iyonda uşaqlar bizə proton deyir. Məsələn, deyək ki, protona deyək bir 10. Proton olsun 10. Elektron onda ondan 1 çıxanda olarmı 9? Bəli. Neytron da ki, məsələn, deyək, X elementinin A yeri 20-dir. Məsələn, deyirəm. Onda neytron 20-dən 10 çıxanda olacaq 10. İndi deyir ki, hansı asıllıq həmişə doğrudur? Deməli, proton biz bilirik ki, əgər müsbət yüklü iyonda hər zaman elektrondan çox olmuş olacaq. Bu belədir. Yəni, proton elektrondan hər zaman çox olacaq müsbət yüklü iyonda. Neytral atomda isə protonla elektron hər zaman bir-birinə bərabər olmuş olacaq. Deməli, 28-ci suala fikir verin. Deyir, elektronların sayının, protonun sayının asılı qrafikini göstərin. Kükürt üçün verib ki, 2 mənfi. Uşaqlar, biz bilirik ki, kükürt sıra nömrəsi burada qeyd olunub 16-dır və yükün 2 mənfi veribsə elektron olacaq 18. Xlor üçün də olacaq 18 və kalsium üçün də olacaq 18. Deməli, deyir, indi elektron sayı proton sayının asılığı. Proton görürsünüz 16, 17, 20 artır. Elektronlar amma dəyişmir. Deməli, aslı deyil olacaq 28-də. B variantı. İndi gəlin, baxaq 29-cu suala. Deməli, bizə deyir ki, bu sxemlərdə radius necə dəyişir? Kalsium biz bilirik ki, sıra nömrəsi 20-dir. Mən dedim, axı, radius elektronla aid olan bir şeydir. Yəni, elektron əgər artırsa, radius da artır. Əgər ki, elektron azalırsa, radius da azalır. Yəni, düz mütənasibdir elektronla radius. Yəni, kalsium bizə sıra nömrəsi 20 olduğunu bilirik. 2 müsbət olanda burada olacaq elektron 18. Kalsium 0 halında da. Deməli, əgər ki, onun biz bilirik ki, sıra nömrəsi 20-dirsə, elektron da 20 olmuş olacaq. Deməli, 18-dən 20-yə gəldi. Elektron necə dəyişdi? Artdı. Deməli, radius da artır. Ondan sonra flor. İkinci üçün baxaq flor. Flor 0 halda. Deməli, 9-dur. Florun normalda sıra nömrəsi. Və deməli, biz bilirik ki, neytral halda proton elektron bir-birinə bərabər olur deyə bu da 9-dur. Burada deməli, elektron olacaq 9 üzərinə gəlsin 1, 10. 9-dan 10-a gəldi. Elektron artdığı üçün deməli, radius da artır. Üçüncü də baxırıq natrium üçün. Natriumda deməli 0 halda, bir də müsbət halda qeyd olunub. Natrium sıra nömrəsi 11-dir. Neytral halda deməli, protonla elektron bir-birinə bərabər olur. Yəni, o da 11 olacaq. Amma müsbət halda isə 11-dən 1 çıxılır, olur 10. Görürüz ki, 11-dən 10-a gəldi. Elektron azalır, deməli, radius da azalır. Deməli, artır və azalır olan variant olacaq 29-da C bəndi. İndi belə bir cədvəl verilib 30-cu sualda. Hissəcik verilib X müsbət hissəcində. Deyir, elektronun sayı 10-dur, onda protonun sayı. Uşaqlar, müsbətdirsə, deməli dedik, biz çıxırıq da. Onda burada proton sayı A neçə olacaq? 11. Yəni, elə bir bu 11-dir. Bu 11-dən müsbət olanda mən çıxmışam. Olub 10. İndi baxın, Y verib 0. Biz bilirik ki, 0 halda protonla elektron bir-birinə bərabər olacaq. B olacaq, o da 12. İndi Z mənfi. Proton sayını verib C, elektron sayındakı verib 10. Düzdürmü? İndi baxın, elektron sayı 10-dur. Deməli, mən bu C-nin üzərinə 1 gəlmişəm, olub 10. Onda C neçəymiş? 11. İndi deyir ki, A, B və C-ni müəyyən eləyin. Daha doğrusu C 11 deyilmiş. Mən axı dedim, axı, çıxanda toplanılır. C çıxılsın. Çıxılsındır da bu. Çıxılsın deyəndə biz deyir ki, artırdı. 12 olaraq artırdı. Deməli, bu 9 imiş ki, 9-un üzərinə 1 gələndə olub 10. 9-un üzərinə 1 gələndə olub 10. Deməli, burada C neçəymiş? 9. Deyirəm, axı, çıxanda toplayırıq, toplayanda çıxırıq. Yəni, əgər sizdə iyonun yükü müsbətdirsə, əksin olaraq çıxacaqsınız. İyonun yükü mənfidirsə, əksin olaraq toplayacaqsınız. Deməli, A 11, B 12, C də 9 olan variant olur B variantı. 31-ci suala fikir verin. Deyir, radiusun artma. Radius dedik ki, elektronla eyni şeydir. Yəni, əgər elektron artırsa, deyirik ki, radius da artır. Yox, əgər elektron azalırsa, o zaman radius da azalır. Məsələn, deyək, sıra nömrəsi 20-dir. Bu zaman neytral halda
Elektron da 20-dir. Deyək ki, hər üçündə sıra nömrəsi 20-dir. N-ə deyək ki, 2-dir, M-ə də deyək 3-dür. Onda bu olacaq, deməli, 2 mənfi olduqda elektron sayı olacaq 22 toplanacaq. 3 mənfi də olduqda elektron sayı olacaq, 3 müsbət də olduqda elektron sayı olacaq 20-dən çıxacaqsa olacaq 17. İndi bu 20-dir, bu 22, bu da 17. İndi radiusun artma sırası. Biz azdan çoxa doğru gedəcəyik. Yəni birinci xn müsbət, sonra x0, sonra xn mənfi. Bu da olacaq Y bəndi. İndi gəlin baxaq 32-ci suala. 32-ci sualda bizə deyir ki, alt tam 102 vurulsun 10^-23 elektronu olan kalsium neçə qramdır? Baxın inşallah, kalsium neytral halda da görürük ki, neytral halda da proton elektron bir-birinə bərabərdir. Yəni kalsiumun burada elektronu 20-dir. İndi 20 vurulsun, alt tam 102 vurulsun 10^23 olduqda kalsiumun qramı neçədir? A yeri 40 qram. İndi bəs yaxşı. Bizə deyir ki, alt tam 102 vurulsun 10^23 elektron olsa neçə qram olar? Yazacaqsınız ki, alt tam 102 vurulsun 10^23-ə də x qram. Burada alt tam 102 vurulsun 10^23'lər getdi. 20x bərabərdir 40. Oradan x-i tapırsınız ki, 2. Yəni 32 də olur C bəndi. Sonra 33-cü sualda bizə deyir neçə elektron, proton və neytron var. Uşaqlar, proton görürsünüz ki, ferium elementinin biz bildik ki, sol aşağı küncündə proton qeyd olunur. Yəni proton 26-dır. Ondan sonra elektron deməli, burada əgər ki, məndə ionun 2 müsbətdirsə, yəni müsbətdirsə, əgər məndə ionun 2, mən onun əksin olaraq çıxacam. Yəni 26-dan 2 çıxacam olacaq 24 elektron. Mənə və neytron soruşur eyni zamanda. Burada A yer 56 qeyd olunub. Neytron necə tapılır? A yerdən proton çıxılır. Yəni 56-dan 20 çıxanda, 26 çıxanda olur 36. Daha doğrusu 56-dan 26 çıxanda olur 30. Neytron oldu 30, proton oldu 26, elektron da oldu 24. Və bu da olacaq hansı variant? 24 elektron, 26 proton, 30-daki neytron olan B variantı. İndi bizə verilib ki, 34-də x0 verilib və ox yazıb -2. Deməli, uşaqlar, bu nə deməkdir? Neytral haldan, deməli, bu x elementi 2 müsbət halına keçib ki, ionun 2. Burada -2 elektron olub. Çünki biz bu oxun üzərindəki qiyməti necə tapırıq? İlkin ionun 2-dən, sondakı ionun 2 çıxırız. Yəni 0-dan 2 müsbət çıxanda -2 elektron eləyir. Ona görə biz bildik ki, bu ionun 2 olur 2 müsbət. Məsələn, yenə deyək ki, məsələn 16-dır bu dəfə. Proton 16-dır. Onda elektron da 16 olacaq. Əgər burada proton 16-dırsa, burada elektron olacaq 18. 18 yox, daha doğrusu üzr istəyirəm. Müsbət olanda çıxılır 14. Deməli, 2 müsbətçi olacaq 14. İndi 16-dan 14-ə gəldi elektron. Düzdürmü? İndi elektron sayı necə dəyişir? Elektron sayı azalır. Deməli, artır və dəyişmir yanlış variantlardır. Protonun sayı uşaqlar hər ikisində 16, yəni eynidir. Proton dəyişmir. Bəs atom radiusu dediklə nə əlaqəlidir? Elektron sayı, əgər elektron sayı azalırsa, onda atom radiusu da azalır. Deməli, mən görürəm onda hansı variantda atom radiusu azalır, proton sayı dəyişmir, elektron sayı azalır olan variant 34-də A bəndidir. 35-ci suala baxaq. 35-ci sualda deməli deyir ki, nə doğrudur? Deməli, X elementi verib. Verib ki, ionun 2 mənfidir. A yerini verib B, proton da verib A. Deməli, burada elektron olacaq A+2, çünki mənfidirsə toplanır. Amma 2 müsbət olanda olacaq A-2 elektron. Deyir, elektron sayı bərabərdir. Yəni, biri A+1 2-dir, biri də A-2-dir. Yəni, elektron sayı bərabər deyil. Bu yanlışdır. Sonra deyir ki, 2 minus halındakı olan radius 2 plus halındakı olan radiusdan böyükdür. Çünki bəli, elektron sayı A+2, A-2-dən böyük olduğu üçün, deməli, atom radiusu da uyğun olaraq böyük olacaq. Deməli, 2 doğrudur. Üçüncü sualda deyir ki, elektronların sayı fərqi 4-ə bərabərdir. Deməli, siz A+2-dən çıxmalısınız A-2-ni. Belə olan halda da bəli, A+2 çıxılsın A, üzərinə gəlsin 2 A-lar islah olundu. 2-nin üzərində 2 yəni olur 4. Deməli, say fərqi 4-ə bərabərdir, bu da doğrudur. Deməli, doğru olanlar 2 ilə 3, yəni A bəndidir. 36-cı suala fikir verin. X verib -3 və X verib müsbət 3. -3 və müsbət 3. Bu -3-dür uşaqlar, bu da ki müsbət 3-dür. Məsələn, deyək ki, sıra nömrəsi 16-dır hər ikisində. Proton 16-dır. Deyək, nə dəyişir? Burada elektron olacaq 16 üzərinə gəlsin 3, 19. Burada da 16 çıxılsın 3 olacaq 13. Elektron sayı bəli dəyişir. Proton dəyişmir. Neytron dəyişməyəcək. Çünki məsələn hər ikisində A yer 32 qeyd eləsək, burada neytron 32-dən 16 çıxanda olacaq 16. Burada da neytron 32-dən 16 çıxanda olacaq 16. Yəni neytron sayı dəyişmir. Nisbi atom kütləsindəki
Hər ikisində eynidir, bu da dəyişmir. Nə dəyişir? Yalnız 1, yəni 36-da olacaq Y bəndi. Deməli, uşaqlar, 37-ci suala fikir verin. Deyir, x -2 və x 0-da. Deyir ki, radius necə dəyişir? Uşaqlar, 18-dən 16-ya gəldim. Elektron azaldısa, deməli, radius da azalacaq. Nə dəyişir? Radius azaldı, götürürük. Proton sayı xeyir, dəyişməyəcək. Hər ikisində 16-dır. Neutron sayıdakı dəyişməyəcək. Nisbi atom kütləsindəki dəyişməyəcək. Dəyişəcək yalnız 1. 38-ci suala fikir verin. Deyir, x neytral haldadır. 4 elektron verib. 4 elektron verəndə deməli, x-in artıq yönü 2 olacaq. Müsbət 4. Deyir, indi bu halda olduqda burada neçə elektron görürsünüz? Burada qara nöqtələri sayın. 1, 2, 3, 4. Burada deməli 12. İndi burada 12 elektron var. Yəni, yenə deyirəm, neytral haldan ilk öncə 4 dənə elektron verib. Deməli, məndə bu olub x müsbət 4 halda. Və burada elektronlar da saydım, oldu 12. İndi məndən soruşur protonu. Deməli, protondakı necə tapılacaq? Bu müsbət 4-dür. Deməli, mən neynəmişəm? Çıxmışam da. İndi mən həmin bu protonun qiymətindən 4 çıxmışam, almışam 12. Onda bu protonun qiyməti neçədir? 16. Gəlin, baxaq 39-cu suala. 39-cu sualda deyir, tibbi avadanlıqlar. Bu, yenə deyirəm, bu cümlələr uşaqlar qorxuza bilərlər, amma bunlar yəni məlumat xarakterlidir. Yəni, uzun olduğunu görüb də qorxmayın. Yəni, burada əsas olan hissə, baxın, buradan başlayır. Yəni, istəsiz oxuya bilərsiniz, məlumat vermək üçündür. Amma mən vaxt itirmək istəmirəm. Deyir, insan bədənində olan X atom nüvəsində 20 proton var və 20-dəki neytron var. Onda məndə bu X elementinin nisbi atom kütləsi A-yeri, yəni 40 olarmı? Olar. Deməli, X elementinin protonu 20 oldu, A-yerdəki 40 oldu. Deyir, rentgen şüaları insan bədəninə daxil olduqda X atomu 2 elektronu çıxararsan. 2 elektron çıxarması üçün məndə iyonun 2 müsbət olması lazımdır. İndi mənə deyir ki, bu əmələ gələn iyonu müəyyən edin. Heç nə, protonu 20, A-yeri 40, müsbət 2 olan A variantı. 40-cı sualda da uşaqlar yenə əvvəldə məlumat xarakterlidir. Sonrası artıq hesablamadır. Biz də gəlin hesablama işinə baxaq. Amma yenə siz oxumaq istəsəniz oxuya bilərsiniz. İndi deyir ki, bizə insan bədənində olan X atomunun nüvəsində X atom var. Deyir, bu X atomun nüvəsində 11 proton var. 12 də neytron var. Onda bunun A-yeri 23 olarmı? Olar. Çünki biz bilirik ki, A-yer protonla neytronun cəmidir. Deməli, X elementinin protonu 11-dir, A-yerdəki 23-dür. Deyir, rentgen şüaları insan bədəninə daxil olduqda X atomunun bir elektronunu çıxararsa. Bir elektron çıxararsa, deməli, burada iyonun 2 müsbət imiş ki, bu bir elektron çıxardıb. Ona görə də bu olacaq hansı variant? Protonu 11, A-yeri 23, iyondakı müsbət olan D bəndi. Deməli, uşaqlar, indi 41-ci sualda yenə əvvəl hissəsini oxumuram, axır hissəsində. Burada deyir, yarım keçirici istehsal edən zavod bir gündə 1400 qram silisium istifadə edir. Həmin zavodun bir gündə neçə mol silisium atomu istifadə etdiyini hesablayın. Nü bərabərdir kiçik M bölünsün böyük M üstünə görə. Kiçik M isə verib 1400 qram, böyük M-dəki silisium. Baxın, A-yer silisium 28-dir. 1428-ə böləndə deyir 50 mol. Gəlin baxaq 42-ci suala. 42-ci sualda yenə burada baxın, rentgen cihazında istifadə olunan bir elektron 4 vurulsun 10⁻19 joule enerji alarsa, 1 mol elektron istifadə edildikdə alınan enerjini kilojoule'da hesablayın. Uşaqlar, 1 mol elektron, yəni 6⁻2 vurulsun 10⁻23. İndi bir dənə elektron əgər atomu 4 vurulsun 10⁻19 joule enerji verirsə, 1 molda da mən bunu vurmalıyım 6⁻2 vurulsun 10⁻23-ə. Bu da deməli 4-ü 6⁻2-yə vuranda eləcə 24,8. Əsaslar eynidir. Qüvvətlər vurmalı toplanır. -19 ilə müsbət 23 toplananda olacaq 10 üstündə 4 joule. Düzdürmü? Bu jouledur. Məndə isə şərtdə kilojoule istəyir. Mən də bilirəm ki, joule-u kilojoule çevirəndə 1000-ə bölməliyəm. 1000-dəki onun kubudur da. Ona görə burada olacaq 24,8 vurulsun 10⁻4-ü elə bir ki, vurulsun 10⁻3-ə böldükdə əsaslar eynidir. Böləndə biz çıxırıq axı üstləri. 4-dən çıxanda olacaq 10 kilojoule. Əgər belə bir variant yoxdursa, onda nə edəcəksiniz? Bu olacaq. Bunu buna vuracaqsınız da 240,8. Yəni G bəndi. Yəni mənə əvvəl şərtdə joule-la verir, sonra kilojoule-la soruşur. Joule-u da kilojoule çevirmək üçün mən 1000-ə bölməliyəm. Və bu da olur belə. 40-cı suala fikir verin. 40-cı sualda deyir ki, bir nüvə reaktorunda 1 molda deyir ki, neytronların parçalanması üzərində 2,5 vurulsun 10⁻6 joule'dur.
Deyir, bəs 5 mola nə qədər olacaq? Heç nə, tənasübünü eləyirsiniz. 2,5 vurulsun 10 üstü 6-nı vuracaqsınız 5-ə. Bundan tapacaqsınız qiyməti jol. Amma sizdə şərtdə soruşur kilojolla. Kilojoldakı jolu biz kilojol çevirmək üçün biz 1000-ə bölməyimiz lazımdır. Yəni bu olacaq 12,5 vurulsun 10 üstündə 6 jol. İndi biz bunu 1000-ə böləcəyik, olacaq 12,5 vurulsun 10 üstündə 3 kilojol. 1000-ə böldük ki, jolu kilojola çevirək. Belə bir variantda yoxdur. Deməli 12,5-i vurmuşuq biz 1000-ə. Onun kubu 1000-dir. Bu da eləyəcək 12500 kilojol. Deməli bu da olacaq hansı variant? B variantı. Sonra gəlin 44-cü suala baxaq. 44-cü suala uşaqlar fikir verin. 44-cü sualda deməli baxın, deyir bu proses, yəni əvvəl hissəsini özünüz oxuyun. Ümumilikdə müasir elektronik və enerji saxlanma sistemlərinin fəaliyyətini təmin edir. Deyir, hər itirilən elektronun enerjisi 1,6 vurulsun 10⁻19 joldur. Yəni bir elektron itirəndə əgər 1,6 vurulsun 10 üstündə -19 jol olarsa, deyir, onda 2 mol lityumdan cəmi neçə kilojol, baxın, joldan kilojol çevirməliyik və 2 mol deyir, 2 mol lityum. Baxın, biz bilirik ki, 1 mol əgər ki 6,2 vurulsun 10 üstü 23 elektron tutursa, 2 moldakı 2 vurulsun 6,2 vurulsun 10 üstü 23 elektrondur. Burada nə qədər enerji ayrılır bilmirəm, deyək 1x. X tapmaq üçün 2 vurulsun 6,2 vurulsun 10 üstü 23'ü vurmalıyım 1,6 vurulsun 10 üstündə -19'a. 2'ni 1,6'ya vuranda olur 3,2. 3,2 vurulsun 6,2 vurulsun 10 üstündə 4. Burada 10 üstü 4 tapırıq. Bu da eləyir təqribi deməli bunu kalkulatorla hesablasa x bərabərdir 19 tam 1000'də 264 vurulsun 10 üstündə 4 şəklində, düzdürmü? Bu joullandır. Amma məndə şərtdən kilojouldan soruşur. Biz də joulu kilojoula çevirəndə demişəm axı 1000'ə bölmək lazımdır. 1000'də onun kubudur. Bu olacaq onda 19 tam 1000'də 264 vurulsun 10 üstü 4'ü 10 üstü 3'ə böləndə olur 10 kilojoul. Belə bir variant yoxdursa, deməli bu 19 tam 1000'də 264'ü 10'a vuranda olacaq 192 tam %64. Bu da olur A variantı. Hələlik uşaqlar bu qədər. Sağ olun.